İnsanlardan bəziləri var ki, günah edərkən insanlardan utanır. Sigaret çəkir, atasını görəndə gizlədir. Günah eləyir, gizlində eləyir. Qadına baxır, gizlin baxır. Siz şeylər eləyir, gizlində, amma Allahdan utanmır. Və günahı gizlində eləyib. Elə zənn eləyənlər ki, Allah onları görmür, Allahın görməyi inkar eləmiş olurlar. Çünki insandan utanır, Allahdan utanmır. Onu yaradandan utanmır. Sənin gördüyün insan sənə cəza verməyəcək. Sənin günahı daşımayacaq ondan utanırsan, Allahdan utan. Günahla eləməklə. Allah s.ə.v. buyurur ki, ələm yələm biənnəllaha yara. Bilmirmi ki, deyir, Allah onu görür. Allah görür. Ömər radiyallahu anhu xəlifə olduğu zamanda Mədinəni, şəhəri gəzməyə çıxır. Bütün əlinin altında olanları idarə eləyir. Gecə vaxtı çıxır gəzməyə. Bir evin qarşısından keçəndə görür ki, qadın öz qızına deyir ki, qızı, südə su qatqına, çoxal, haram. Ticarət eləyəcəklər, haram işlədir, istəyir, çox olsun malı. Süd çox olsun, satsın, pul biraz çox gəlsin. Eləcə də bizim bugünkü günümüzdə hansısa pis malı, yaxşı malı qaçdırır, yaxud nəsə eləyir, haram qazanır. Və imanlı qız, salih qız anasına deyir ki, möminlərin xəlifəsi olan, əmri olan Ömər, Allah ondan razı olsun, südə suyu qatmağı qadağan eləyir, qatma. Anası deyir ki, Ömərin indi nə xəbəri var ki? Ömər indi yatıb, gecədir. Onun heç nədən xəbəri yoxdur. Amma subhanallah, gör indi bu salih qız nə deyir? Deyir, əgər Ömər yatıbsa, Ömər görmürsə, aləmlərin Rəbbi ona Allah görmür. Allah ki, yatmaz. Həyyül qayyumdur. Diri olandır. Lə təxuduhu sinətun və lə nəum. Onun nə mürgü tutmaz, nə də yuxu. Allah spontana görür, deyir. Subhanallah. Salih qadına bax. Qadınlar ibrət götürsünlər. Salihlərin, sahabə qadınların həyatını oxusunlar. Harama girməsinlər. Evdə olarsa insanlar görmür deyə haramlar eləməsinlər. Çəkinsinlər haramlardan. Günahlardan çəkinsinlər. Və bütün insanlar əgər ömürlərinin axırına çən günah etsələr belə tövbə edərlərsə Allah s.ə.v. bağışlayar onları. Allah s.ə.v. bağışlayandır, rəhimdardır. Peyğəmbər s.ə.v. deyir ki, Allah onun qulu günah edib tövbə edəndə sevinər. Subhanallah, aciz qul. Sənin tövbə Allah s.ə.v. sevinir. Gör, Rəbbimiz necə böyükdür, rəhimdardır, gözəldir. Məni və sizin kimi aciz qulların tövbəsinə Allah sevinir. Çünki Allah öz qullarına zülm eləmək istəmir. Amma insanlar özlərinə zülm edirlər. Əgər insan həqiqi qəlbdən, siz qəlbdən tövbə edərsə, Allah s.ə.v. tövbəsini qəbul eləyər. Tövbənin şərtləri ilə yerinə yetirərsə, Allah s.ə.v. tövbələri qəbul edər. Günahları bağışlayar. Allah s.ə.v. bizləri cənnətlilərdən eləsin. Günahlarımızı bağışlasın. Onun haram etdiklərindən uzaq durmamıza kömək olsun. Dualarımızı qəbul etsin. Haram yeyib, içib, duası qəbul olmayanlardan eləməsin. Qadınlarımızın başı hicablı və dini şəriət üzərində geyimli olanlardan eləsin. Gizlində və aşkarda Allahdan qorxanlardan eləsin. Heç bir günah törətməyənlərdən eləsin. Qiyamət günü Allahın üzünə baxanlardan eləsin. Rəbbini görənlərdən eləsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.